Salam aleyküm değerli izleyiciler. Bugün çok mühüm mövzu ətrafında müzakirə aparacağıq. Mövzumuz insanlar haqqı niyə qəbul etmir və bunların bəhanələri nələrdir? Verilişimizin dəyərli qonaqları var. Sosial şəbəkələrdən də çox ehtimal onları görmüsünüz. Sağ tərəfdə məndən ilahiyyatçı Ağali müəllim, həmçinin Abdurrahim müəllim ilahiyyatçı və ilahiyyatçı Coşqun müəllim, həmçinin Süleyman müəllim ilahiyyatçılar. Xoş gəlmisiniz, təşəkkür edirik. Təşəkkür edirik. Təşəkkür edirik biz də sizə. Demək, ilk öncə sizə sual vermək istəyərdim. İnsanlar ümumiyyətlə, ümumən haqqı niyə qəbul etmir və bəhanələri nələrdir? İnnel hamdəlillah, nəhməduhu və nəstəinuhu və nəstəğfiruh və nə'udzu billahi min şururi anfusina və min seyyiati a'malina. Əşhədu an la ilahe illallah vahdehu la şerike lehu və əşhədu enne Muhammeden abduhu və rasuluhu amma ba'd. Allah razı olsun əziz mənim, təşəkkür edirəm sizə. Təşəkkür edirik. Yəni insanların haqqı qəbul etməməsi müxtəlif səbəbləri var. Necə ki Allah Azza və Cəllə Quran-ı-Kərimdə bu haqda çoxlu ayələri var və danışıb ki, yəni insanlar nəyə görə haqqı qəbul etmir. Və biz çox ayələrə baxsaq görərək ki, ayələrdə buyurulur ki, onların qəlbləri var, onlar başa düşməzlər, onların gözləri var, onları görməzlər, onların qulaqları var, onları eşitməzlər. Yəni haqqı görməzlər, haqqı eşitməzlər, haqqı başa düşməzlər, dərk etməzlər. Və həmçinin Rəbbimiz buyurur ki, başqa ayədə فَإِنَّهَا لَا تَعْمَلْ أَبْصَارِ deyir ki, həqiqətən gözlər kör olmur. Əsl kör olan isə yəni qəlb gözləridir. Qəlb gözləri. Bu o deməkdir ki, həqiqətən insanları görsən ki, bu problemlər olur. Qəlb gözləri, qulaq, yəni eşitməsi, haqqı bilməsi kör olur, yəni kar olur, lal olur insan. Yəni belə. Və bunların səbəbləri nədir? Bu haqda da yəni Allah Azza və Cəllə xəbər verir. Ümumən Quran-ı-Kərim alternativi olmayan bir kitabdır ki, yəni bütün insanlığa yol göstərib və bütün insanlığı izah edib. Və hətta alimlər deyirlər ki, əgər Quran-ı-Kərimi yəni açsa, Quran-ı-Kərimi yəni tam təfsilatı ilə izah etsə, bəlkə yüzlərlə cild kitab olar. Ona görə Quran-ı-Kərimin hər ayəsi bir qaydadır. Misal üçün yəni yəni çıxış edim yəni bu şeydən, yəni biraz mövzudan. Misal üçün Rəbbimiz buyurur ki, Allah Azza və Cəllə Bəqərə surəsində "Va'tul buyuta min abwabiha." Yəni adi bir sözdür. Deyir ki, evlərə öz qapısından girin. Yəni bu artıq bir həyat qaydasına çevrilir. Bu həyat qaydasıdır. Yəni adi bir söz baxsan evə qapısından gir. Belə adətən evə qapıdan girirlər də yəni. Yəni o vaxtda ərəblər yəni səfərdən gələndə pəncərədən girərdilər və Allah Azza və Cəllə onlar yəni bunu uğursuzluqdan sayarlar ki, qapıdan girsəm uğursuzluq olacaq və sair belə şeylər. Və Allah Azza və Cəllə nazil edir ayə və həm o uğursuzluğa cavab olur, həm də bütün həyat qaydası olur. Yəni və buyurur ki, "Va'tul buyuta min abwabiha." Deyir ki, evlərə öz qapısından girin. Yəni alimlər deyir ki, bu o deməkdir ki, yəni bütün işləri öz qaydası ilə görün. Yəni səbəbləri düzgün şəkildə yerinə yetirin. Əgər insan səbəbləri düzgün şəkildə yerinə yetirərsə və təbii ki, Allahın yardımı olarsa ona, insan isabət eləyər. Yəni insan yəni işlərində isabətli olar. Və səbəb odur ki, Allah Azza və Cəllə bu haqda deyib, yəni nəyə görə insanlar qəbul etmir? Səbəblərdən biri odur ki, insanın üz döndərməsidir. İnsanın üz döndərməsidir. Misal üçün Allah Azza və Cəllə buyurur ki, "Hamim, tənzilun minər-Rahmanir-Rahim, kitabun fussilet ayatuhu Qur'anan Arabiyyan liqaumin ya'lamun." Deyir ki, Allah Taala buyurur ki, "Hamim", təbii ki, Hamim nədir? Bunun özü bir möcüzədir Quran-Kərimin. Yəni Allah Taala buyurur ki, bu sizə nazil etdiyim bu kitab, yəni sizin danışdığınız hərflərdən ibarətdir. Həmim. Və siz də bacarırsınızsa bunun kimi bir kitab gətirin. Bir ayədə buyurur ki, yəni bu Quranın bir hissəsini gətirə bilməzsiniz. Başqa bir ayədə buyurur ki, bu Quran qədər yəni Quran 10 surəsi qədər surə gətirə bilməzsiniz. Bir ayədə buyurur ki, bu Quranın bir surəsi qədər surə gətirə bilməzsiniz. Necə ki Bəqərə surəsində buyurur: "Və in kuntum fi raybin mimma nazzalna ala abdina fa'tu bi sura." Əgər siz bizim qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda bir surə gətirin. Bir surə Quran-Kərimin ən kiçik surəsi 3 ayədən ibarətdir. Allah Taala bu 3 dənə ayə ilə bəşəriyyətə meydan oxuyub. Ki, yəni ey insanlar, siz yəni 3 ayə mislində bir surə gətirə bilməzsiniz. Və kim bu işi etmək istəyibsə tarixən, yəni onun zəlilliyi, onun uğursuzluğu üzə çıxıb təbii ki.
Və həmçinin Allah Taala Fussilet surəsində bununla başlayır ki, yəni bu həqiqətən Rahman-Rahimdən olan nazil olan bir Qurandır. Nəyə görə Rahman-Rahim? Yəni çünki bu Quranla Allah Azza və Cəllə bəşəriyyətə rəhm edib. Və sonra deyir ki, mövzusu nədir? Liqo deyir ki, açıq-aşkar ərəb dilindədir. Və təbii ki, ərəb dili bir möcüzədir özü. Yəni həmçinin ərəb dilində elə bir şeylər var, sanki ərəb dili canlıdır. Məsələn, ərəb dilində söz var ki, hudu. Hudu sözü sakit, sözün özü də sakit, canlıdır sanki. Və həmçinin ərəb dilində söz var davdaun, səsküy. Sözün özü də baxsan ki, səsküydür. Davdaun. Yəni ərəb dili beləcə insan sanki qəlbin içində. Ona görə Allah Taala buyurur ki, "İnna enzelnahu Qur'anan Arabiyyan la'allakum zəngin dildir. Yəni ən zəngin dildir. Yəni bu barədə dünyada belə deyək ittifaq var ki, ərəb dili ən zəngin dildir, ən dolğun dildir. Və həmçinin ərəb dili yeganə dildir ki, millətə nisbət olunmur. Yəni Arab sözü əbyan sözündəndir. Yəni ən açıq-aydın, ən dolğun məna ifadə edəndir. Ona görə yəni ki, tu'ribu, yəni izhar etmək, bəyan etmək sözündən gəlib. Yəni ona görə ərəb dili ən zahir, ən üstün dil sayılır. Və Allah Taala deyir ki, biz bunu ən gözəl, ən üstün dildə nazil etdik ki, siz bunu başa düşə biləsiniz. Və sonra nə deyir? Liqavmin ya'lamun. Bu elə bir qövmdür ki, onlarda lüğət çox güclü inkişaf etmişdi. Yəni burada bir yəni lataiflər, yəni var, yəni gözəl yəni hadisələr var. Yəni ərəblərdə qədimdə heç kim şeir deyə bilməzdi. Əgər kim şeir demək istəsə, yəni güclü tənqidlərlə üzləşirdi və bir də şeir demirdi. Əgər onun əhli deyildisə. Zaten ərəblərdə bir şeir yazırlar, deyir ki, "Əsyafuna yaqturu min dimə və quduruna yaqturu fid-duha." Belə bir şeir deyirlər. Deyir ki, bizim qılınclarımızdan qan axır və qazanlarımız da duha vaxtı qaynayır. Və demək istəyir ki, yəni biz həm qonaqpərvərik, qazanlarımız qaynayır. Və həmçinin demək istəyir ki, qılınclarımızdan qan axır, yəni biz cəsarətliyik. Yəni döyüşkənik. Döyüşkən xalqıq, yəni bizə heç kim bacara bilməz. Bunu qəbilə deyir və bunu tənqid edirlər. Deyirlər ki, bax sən əsyafuna deyəsi yerə, yəni ki, suyufuna deyə bilərdin. Çünki əsyaf cəm'u qillədir, yəni az cəmdir. Amma deyirsən, yəni sən demək istəyirsən ki, bizdə 5-10 nəfər kişidir cəsarətli, başqaları deyil. Yəni bu qədər tənqid edirlər. Dildə incəliklər. Və indi bunun gətirməkdə səbəbi nədir? Və həmçinin deyir ki, duha vaxtı yox, deyərdin ki, gecə vaxtı qaynayır. Çünki duha vaxtı hamının qazanı qaynaya bilər. Amma əsas qonaqpərvərlik gecə qonağı qəbul etməklə bilinir. Ona görə deyəm, belə tənqidlər edirdi və onlarda şeir demək çox çətin idi. Amma bu Qurani-Kərim gəldi, bu cürə vaxtı, bu onların lüğətinin güclü olan vaxtı və heç bir tənqidlə üzləşmədi. Və heç bir şey tənqid edə bilmədilər. Və özləri başa düşdülər ki, bu ilahi Allahdan olan bir, yəni ki, yəni mesaj da Allahdan olan bir tənzildir, nazil olmuş bir hikmətdir. Baxmayaraq ki, onlarda dil bu yüksək səviyyədə oldu. Bu qədər yüksək səviyyədə idi. Ona görə baxsaq ki, peyğəmbərlərin hərəsinə özünə uyğun vaxtda Rəbbimiz onlara həmin möcüzəni verib. Məsəl üçün İsa peyğəmbərin vaxtında tibbi güclü inkişaf eləmişdi, ona ölüləri diriltməyi öyrətdi. Musa əleyhissalam vaxtında sehir güclü inkişaf eləmişdi. Ona görə ona elə bir şey verdi ki, onları üstələdi. O vaxtın gündəminə uyğun. Muhammed sallallahu əleyhi və səlləm vaxtında da dil, şeir güclü inkişaf eləmişdi. Ərəb Qurani-Kərim elə gəldi, həm şeir üslubundan fərqli bir üslubda və həm də ki, hamısını üstələdi. Bəlağəti ilə, dolğunluğu ilə. Və dedi ki, liqavmin ya'lamun, qayıdaq mövzumuza. Elə bir yəni ki, qövmdür ki, başa düşürdülər. Yəni anladılar artıq. Sonra dedi ki, bəşiran və nəzira. Bu elə bir ayələrdir ki, bunlar həm qorxudur, yəni pis işlər görənləri, Allaha şərik qoşan, yəni zina edən, oğurluq edən və digər haramları edən, Allahın qadağan etdiyi şeylər edənləri qorxudur. Həmçinin müjdələyir, xeyir işlər görənləri, namaz qılan, Allaha ibadətlə, onu yəni duada, ibadətdə təkləşdirənləri müjdələyir cənnətlə. Və sonra deyir ki, fə'ərada əksəruhum və hum lə yəsməun. Bax, yəni şahid hissəsi buradır ki, əsas hissəsi, yəni əksəriyyəti üz döndərdi və eşitmək istəmədilər. Nə vaxtdan sonra? Başa düşəndən sonra. Bax, bura cavabdır ki, insanların görsən, yəni haqqı qəbul etməmə səbəbi onlar haqqı başa düşəndən sonra üz döndərmələridir. Yəni Allah heç kimə zülm etməz. Əksəriyyətinin bəli. Allah təala başqa əksəriyyət, yəni insanların əksəriyyəti. Təbii ki, Qurani-Kərimdə Allah təala buyurur ki: "Və qalilun min ibadiyəş-şəkur." Qullarımın az bir hissə mənə şükür edər. Yəni əksəriyyət insanlar görsən ki, bilir ki, qəbul et, yəni bu onun yəni haqq yoludur. Yəni Allah onu yaradıb, ruziləndirib və onu boş-başına buraxmayıb.
boş-boşuna buraxmayıb. Yəni ona kitab göndərib. Necə ki, bundan qabaqkilərə kitab göndərib və ona əmr edib, qadağan edib. Təbii ki, biz heç bir ata haqqında yaxşı düşüncədə olmarıq ki, o ata deyər ki, mənim üçün fərqi yoxdur, yoldaşım hara istəyir getsin, yəni yoldaşı haqqında və ya uşaqlar hara istəyir getsin, nə onların tərbiyəsi ilə, nə təhsili ilə, nə əxlaqı ilə, ədəbi ilə yəni maraqlanmasın. Təbii ki, biz onu qınayarıq və bütün cəmiyyət, bütün insanlar qınayır, insanlıq qınayar bunu. İndi biz Rəbbimiz haqqında necə o zəndə ola bilərik ki, o kitab nazil etməyib, o aləmləri tərbiyə etməyib, o əmr etməyib, başı-boşuna buraxıb yəni. Yəni bu, yəni absurd bir şeydir, yəni təbii ki. İndi yəni qayıdaq yəni mövzuya ki, və sonra ondan sonra Allah Teala deyir ki, onlar nə dedilər? Deyir ki, biz eşitmək istəmirik səni. Yəni başa düşdük, amma eşitmək istəmirik. Yəni bizlik deyil, mənlik deyil. Qəbul etmədilər. Bundan sonra Allah bəla olaraq qəlb möhürlənir. Qəlb qəbul, yəni möhürlənir və onlar dedilər ki, fi qulubina akinnatun mimma tad'una iley. Bizim qəlblərimizdə səni bizi dəvət etdiyin şeyə qarşı tıxac var. Qulaqlarımızdan sanki bir yəni, möhür var qəlblərimizdə və qulaqlarımızda tıxac var və biz səni sanki eşidə bilmirik. Yəni sənlə bizim aramızda ey Muhammed, yəni ki şey var, pərdə var. Və Allah Teala dedi ki, qul, dedi onlara denən. Qul innəmə ənə bəşərun mislukum yuhə iley. Deyir ki, mən də sizin kimi bir bəşərəm, insanam, mən də siz kimi. Yiyirəm, içirəm, evlənirəm, bazarları gəzirəm. Hətta Allah Rasuluna deyirlər ki, وَقَالُوا مَا لِهَذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ لَوْلَا أُنْزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونُ مَعَهُ نَذِيرًا. Deyir ki, bu necə Rasuldur ki, yəni ki, bu bazarları gəzir, alış-veriş edir, yemək yeyir və buna bir mələk nazil edib o ilə bərabər xəbərdar etməli deyildimi? Allah Teala başqa ayda buna cavab verir və deyir ki, əgər siz yer üzərində yaşayanlar mələklər olsaydınız, Allah Teala Rasul olaraq sizə mələk göndərərdi. Yəni biz insanıq. İnsana uyğun insan. Həmçinin əgər bizə mələk gəlsəydi, biz deyərdik ki, sən mələksən, edə bilirsən, amma biz bəşərik, biz edə bilmirik. Necə örnək götürəcək mələkdən? Hə? Ona görə bizim kimi birini göndərdi ki, qul innəmə ənə bəşərun mislukum, de ki, bizdə yəni mən də sizin kimi bir bəşərəm, lakin bir fərq var, yuhə iley. Yəni mənə vəhy olunur ki, yəni sizin Rəbbiniz tək olan Allahdır, yəni ona ibadət edin. Yəni həmçinin dedi ki, yəni siz mənə dediniz ki, yəni sən işində ol, biz də işimizdə olaq, amma mən işimdə ola bilməyəcəm. Yəni, mən sizi xəbərdar edəcəm və dayanmayacam bu işdə. Və həmçinin səbəblərdən, yəni ki, insanın... Üzr istəyirəm, burada danışdığımız hissədə mühüm məqamlardan biri budur ki, biz haqqı eşitdiksə, onu qəbul etməliyik. Orada bizim üçün yəni, sınaq başlana bilər və bəla gələ bilər. Biz bilərəkdən, dərk edərəkdən onu qəbul etməliyik. Çox gözəl buyurursunuz. Allah razı olsun. Burada əsas odur ki, yəni insan haqqı eşitdisə, başa düşsə, gərək icabət eləsin. Yoxsa qorxulur ki, insana mühür gələr və əbədiyyən ona, heç vaxt ona yəni açılmaz. Heç dərk eləməz. Dərk eləməz. Allah razı olsun. İkinci insanın yəni Allaha tərəf addım atmaması. Hər bir insan bilir ki, Allah onu ruziləndirir, ona əta edir, ona bəxş edir, ona sağlamlıq verib, ona yəni gözəl yaşayış verib. Və insanın Allaha tərəf nəsə addım atması, ona şükür etməməsi görürsən ki, qəlbinin möhürlənməsinə səbəb olur. Misal üçün Allah Teala buyurur ki, deyir, and olsun gecəyə, and olsun işıqlanmaqda olan gündüzə, Leyl surəsində və mə xaləqə zəkərə vəl-unsə, and olsun kişini və qadını yaradana, İnnə sə'yəkum ləşəttə, sizin deyir, əməlləriniz müxtəlifdir. Bəziləriniz pis əməl sahibi, bəziləri yaxşı əməl sahibisiniz. Sonra nə deyir? Buyurur ki, deyir ki, fəmən ə'ta və təqa və saddəqa bil-husnə fəsənu yəsiruhu lil-yusra. Bəzi insanlar deyir ki, mənə hidayət gəlməyib. Amma deyirik ki, Allah Teala bu ayədə deyir ki, kim Allah yolunda verərsə və sonra deyir ki, Allahdan qorxarsa, pis əməllərdən çəkinərsə, xeyir işlər görərsə və deyir, cənnəti doğrulayarsa və bəzi alimlər ki, yəni, la iləhə illallahı doğrulayarsa, dini doğrulayarsa, Allah Teala deyir ki, biz onu müəssər edərik. Biz onu müvəffəq edərik xeyir işlərə. Yəni, ona görə insanın müvəffəq olması özünün əlində olur görsən. Səbəb olur insan. Nə ki, insan nə qədər pis işlər görür, o qədər qəlb bağlanır. Amma insan nə qədər xeyir işlər görür, qəlbinin açılması üçün yəni səbəb olur. Və sonra müqabilə olaraq deyir ki, Allah Teala: "Və əmmə men bəxilə və istəğnə və kəzzəbə bil-husnə fəsənuyəssiruhu lil-usra." Amma kim əgər xəsislik edərsə, malını yığıb saxlayarsa, yəni verməzsə və bu ilə ki, və istəğnə, özünü Allaha möhtacsız hiss edərsə, və kəzzəbə bil-husnə, yəni cənnəti, cəhənnəmi yalan sayarsa, la iləhə illallah dini yalan sayarsa, deyir ki, fəsənuyəssiruhu lil-usra. Deyir, biz bunu çətin olanı ona asanlaşdırarıq. Yəni, cəhənnəm əhlinin əməlini ona asanlaşdırarıq.
Və bunu Peyğəmbərimiz sallallahu əleyhi və səlləm İmam Buxarinin və Müslimin rivayətində gətirir ki, o deyir ki, bir cənazədə olurlar, deyir ki, sizin hər birinizin cənnətdə və cəhənnəmdə olan yeri bəllidir. Və onlar deyirlər ki, bəs biz niyə əməl edək? Deyir ki, siz əməl edin, hər kəs üçün, hara üçün yaradılırsa, oranın əməlləri asanlaşacaq. Deməli, insanın öz əlində olur, Allahın müvəffəqiyyətindən sonra təbii ki, öz əlində olur onun hidayəti. İnsan nə qədər Allaha tərəf çalışsa, o qədər hidayəti üçün, yəni, səbəbdir. Və başqa səbəblər də gətirmək istəyər. Yəqin ki, müəllimlərin də gözəl sözləri olacaq. İstəməz uzadan, Allah sizdən razı olsun. Coşqun bəyə də sual vermək istərdim. Bəs kütlənin bir çox hissəsinə baxanda, belə deyək, dünyavi dinlətsək, kütlə psixologiyasını yaşayırlar və sanki öz həyatını yaşamırlar. Məsələn, mən sənədli materiallar da çox izləyənəm, belə də dini materiallarla əlaqədar bir akademik vardı Rusiyada, tanınmış, həm kosmik stansiyanın, belə deyək, əməkdaşı olub vəzifəli. O deyirdi ki, человек не пищеварительный сексуальный аппарат. İnsan yemək emal edən cinsi aparat deyil. Və həmçinin Nizami Gəncəvin bir şeiri var. Deyir, nə yemək, nə içmək, nə də ki yatmaq, həyatın mənası olmasın gərək. Yatmağı, yeməyi bu aləmdə sən atda, öküzdə də görə bilərsən. Məsələn, adam var 50 il yaşayıb, sual verəndə ki, bu həyatda niyə yaşayırsan, məqsəd nədir, düşünür. Yəni, indi mi düşünürsən sən? Yəni, Nurjeli bu, heç olmasın bir dəfə bu beyni işlətmə, Quranda keçir, məyər onlar düşünmürlərmi, təfəkkür etmirlərmi? Yəni, qarın otarmaqla yaşamağın, bu da bir səbəbdirmi? Yəni, sırf, belə deyək də, həyat ancaq iş, ev və s. belə deyək, yemək, içmək. Yəni, məyər insan düşünməməlidirmi ki, bəlkə səbəblərdən də biri budur ki, axı bir dayanım, bir düşünüm. Axı bu insan axı yüksək, belə deyək, mənəvi dəyər üçün yaradılmalı idi. Yəni, bu nədir? Biz ancaq işə gedirik, evə gedirik, artırıq, evlənirik. Yəni, bu da bir səbəb ola bilərmi? Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən lə nəbə ba'dahu. Təşəkkür edirəm söz verdiyiniz üçün. Sənə təşəkkür edirəm. Həqiqətən gözəl mövzudur. Yəni, insanlar qəflətdə olmaqlarının səbəbi və yaxud haqqı qəbul etməmələrinin səbəbi əksər hallarda baxırıq. Yəni, bu dünyada sanki ölümsüz kimi yaşayırlar. Sanki bunlar ölməyəcəklər. Bunlar qəflətdədirlər, yatıblar. Bir neçə insanlarla, həmvətənlərlə söhbət edərkən görürsən ki, bu insan etiqad edir, onu yaradan Allahdır. Allaha şükr edir, təşəkkür edir, amma Allahın əmrlərini yerinə yetirmir və yaxud öləcəyini həqiqi mənada anlamır. Bu insan qəlbi bağlı olur. Haqqı da qəbul edə bilmir. Mən bir neçə insanla belə rastlaşmışam, təcrübəm var. Dəvət onlara verərkən əksəriyyəti səbəb gətiriblər ki, mən məsələn şərab içənəm və yaxud mən hansısa bir pis adətim var, onları tərk edə bilməyəcəm deyə mən namaz qılmıram və yaxud mən oruç tutmuram və yaxud İslamın digər əhkamlarını yerinə yetirmirəm. Səbəblərə baxırsan çox bəsitdir. Axı mən vurğulayanda ki, onlara bəs Allah səni yaradıb, xəlq eləyib, yox ikən səni mövcud eləyib və bu nemətlərə görə Allaha təşəkkür eləməlisən. Və Allah Quran-ı Kərimdə onlarla ayədə bizə ölümü xatırladıb. Və hətta Peyğəmbəri Muhammedə sallallahu aleyhi və səlləmə buyurub ki, İnnəkə meyyutun və innəhum meyyutun. Sən də öləcəksən, onlar da öləcək. Peyğəmbərinə belə ölümü xatırladıb. Və yaxud başqa ayədə Allah Azza və Cəllə buyurur ki, bütün nəfslər ölümü dadacaqdır. Yəni, bütün canlılar ölümü dadacaqdır. Yəni, bu həqiqəti qəbul eləməyən bir insan yoxdur. Yəni. Bütün varlıq bunu qəbul edir. Amma həqiqi mənada qəbul edir, yoxsa yox, bu biraz bəhsə ehtiyacı var. Çünki bəzi insanlar, məsələn, deyirsən ki, sən öləcəksən, bunu çox uzaq görürlər, ölümü çox uzaq görürlər. Sanki ölüm bunlara gəlməyəcək. Və bunlara dəvət verərkən və yaxud Allah Azza və Cəllənin insanı öldürdükdən sonra dirildəcəyi haqqında danışırsan, sanki belə əfsanə dinləyirlər, nağıl dinləyirlər. Yəni, qəlb o qədər belə, o tüklər demişdən qapalıdır, yəni qəlb o qədər bağlıdır. Yəni, o insanlar dünyavi şəhvətlərə görə bəzən qəlbləri bağlanır. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, İnnən nəfsə ləəmmərətun bis-su. Həqiqətən nəfs insana pisliklərə əmr edir. Nəfs heç bir zaman insana yaxşılığı əmr etmir. Yəni, biz əgər müsəlman olaraq
hansısa xeyir əməlləri yerinə yetiririksə, bu nəfsimizə bəzi şeyləri qadağan edirik, o xeyirləri yerinə yetirə bilirik. Amma bəzi insanlar isə nəfslərinin kölələridir, nəfslərinin quludur. Nəfs nə deyirsə onu yerinə yetirir. Biz görməmişik ki, hətta bəzi belə deyək, müsəlmanlarda belə görürük ki, bəzi müsəlmanlar arasında ədavət düşür, aralarında anlaşılmamazlıq olur. Nəfs birbaşa ona təlqin edir ki, bağışlama onu, intiqam al ondan, onun eyblərini aç. Bir dəfə demir ki, bağışla, keç, eybini ört. Görürsən, nəfs birbaşa çalışır nə etməyə? Ədavət aparmağa qarşında olanla. Yəni, səni belə deyək, Allahdan uzaqlaşdırır. Səni Allahdan qaçırdır. Bəs ona görə də Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَفِرُّ إِلَى اللّٰهِ Allaha doğru qaçın. Allahdan hara qaçırsan? Yəni, insan Allaha tərəf getməklə xoşbəxt olur. İnsan Allaha tərəf getməklə saadətli olur. Bir nəfər insan var idi. Təqribən bu insan 30-40 ildir şərab içirdi. Bəlkə də 40 ildən də çox. Təqribən 57 yaşında dünyasını dəyişdi. Demək olar ki, bu adam 15 yaşından şərab içir. Təqribi 30 ildən də yuxarı müddət şərab içir və digər pis adətlər də var. Aludəçidir yəni. Ona dəvət verdi, əlhəmdülillah. Yəni o, Allaha sığındı, nəfsinə bəzi şeyləri qadağan etdi, Allaha təslim oldu, pis adətləri tərk etdi, Allaha ibadət etdi. Bir ildən sonra ölüm onu yaxaladı. Yəni, öldü. Öləndə də biz onun yanındaydıq. Dedi, 2 dəfə dedi ki, la iləhə illallah, la iləhə illallah. 2 dəfə dedi la iləhə illallahı, halbuki o vəziyyətdə deyildi. Çox elə bir komaya düşmüşdü, elə bir vəziyyətdə idi, danışa bilmirdi. Allah nəsib elədi. Amma ölən anında o momentdə gözlərini açdı, bizə baxdı, dedi la iləhə illallah, la iləhə illallah, öldü. Həqiqətən şahidi olduğumuz bir şey. Bəli. Allah Azza və Cəllənin sadiq oldu və neçə il o aludəçisi olduğu şərabı və digər pis adətləri tərk etdi. Allaha təslim oldu. Allah Azza və Cəllə də ona nicat verdi. Gözəl sonluq. Bəli, gözəl sonluq verdi. Yəni budur, yəni müsəlman çalışmalıdır, Rəbbinə təslim olsun. Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmin həyatına baxsın və onun həyatının özünə örnək götürsün və belə insan nicat tapa bilər. Nəfsin, belə deyək, nəfsinə bəzi şeyləri qadağan etməklə və Allaha yönəlməklə, Allaha sığınmaqla, Allah Azza və Cəllənin, belə deyək, ona verdiyi nemətlərə təşəkkür etməklə, yəni insan nicata çata bilər, xeyrə çata bilər. Əks halda insan bu dünyada bədbəxt olacaqdır. Elədir. Allah razı olsun qardaş, həqiqətən çox dəyərli məlumatlardır. İnsanı düşündürür, təsirləndirir. Bu tərəfə qardaşlara da istəyərdim suallardan verim. Həmin mövzunu davam edək, daha da maraqlı olsun, daha da detallara gedək. Abdurrahman qardaş, belə deyək, bəzi insanlar belə deyək, həyata bu dünyanın prizmasından baxırlar. Mən bunu bir neçə dəfə özümdə düşünmüşəm, belə bəlkə də ola bilər hansısa məqamı səhv düşünmüşəm, hansısa məqamını düz düşünmüşəm. Amma həyata dünya axirət prizmasından baxanda, yəni bəzən deyirik həyat, yəni həyat axı bu deyil, bu cüzi bir şeydir, yəni sınaqdır, bəlkə də heç həyat da deyil, axirətlə nisbətdə. Mərhələdir. Bəli, o insan elə bir ki, bu həyatdan bu həyata baxanda səhv anlayır. Düzgün diaqnoz qoya bilmir, bu niyə belədir, hələdir. Amma axirətin varlığını qəbul eləyəndə, yəni o prizmadan da baxanda daha da vizyonu genişlənir. Görür ki, bu elə belə xırda bir şeydir və sınaqlara da çox cüzi baxır. Hətta məsələn bəzi hadisələr də fərqli yanaşır və bu da var. Həmçinin bəzi insanlar düşünür ki, mən haqqı qəbul etsəm, müəyyən ləzzətlərdən, müəyyən şəhvətlərdən, müəyyən şeylərdən məhrum olacam. Yəni, bunlara nə deyə bilərdiniz? Bunlar belə bir düşünən insanlar haqqında nə məlumat verə bilərdiniz? Nə tövsiyə verə bilərdiniz onlara? Çox sağ olun, təşəkkür edirəm sözünüzə görə. Bismillah, elhamdülillah, və salatu və salamu ala Rasulullah, Nəbiyyənə Muhammedin və alə əlihi və sahbihi əcməyin əmməbad. Həqiqətən də müəllimlər də çox gözəl mövzulara toxundular. Bu məsələ əlbəttə ki, hər birimizi gündəlik, yəni maraqlandıran, gündəlik qarşılaşdığımız mövzulardandır. Çünki bir dəvətçi insanlarla ünsiyyətdə olanda, yəni dəvətçi deyəndə təbliğatçı, İslamı öyrədən, İslamı çatdıran məfhumunda, o insanlarla ünsiyyətdə olanda əlbəttə müxtəlif təbəqə insanlarla biz qarşılaşırıq və müxtəlif, belə deyək, düşüncə sahibləri ilə təmasda oluruq. Və əlbəttə ki, hər düşüncə sahibinin müxtəlif yanaşması var və
Biz çalışırıq ki, hamısından bir növ dil tapaq və onlara istiqamət verək. Lakin dediyiniz məsələyə girməmişdən öncə mən bir şey qeyd etmək istəyirəm ki, ümumiyyətlə Allah Təala insana elə bir gözəl bir nemət verib ki, onu insanı başqa məxluqlardan fərqləndirib. O da ağıl nemətidir. Təfəkkür etmək, ağıl. Yəni Allah Təala Quran-Kərimdə bir çox ayələrdə əfələ təfəkkərun, əfələ təqilun, yəni məyər düşünmürsünüzmü, məyər ağıl etmirsinizmi? Olaraq insanlara xitab edir. Və bu xitabı nə vaxt edir, bu müraciəti nə vaxt edir? O zaman ki, Allah Təala insanları qınayır, haqqı söyləyir və sonra deyir ki, ağıl etmirsinizmi və düşünmürsünüz? Yəni işlədin ağlınızı, təfəkkürünüzü işlədin. Yəni düşünmək lazımdır. Ona görə o insan ki, məsəl üçün dəvət edirsən, onu deyirsən ki, bax, haqq budur, doğru olan budur filan, deyir ki, mənim qəlbim təmizdir, mən namaz qılmasam da olar. Mənim qəlbim, Allah bilir ki, mənim qəlbim belədir, elədir, mən filan şey eləmirəm, mən pis işlərlə məşğul olmuram. Yəni bu cür sözlər deməklə özlərinə bir növ təsəlli verirlər. Amma halbuki bilmirlər ki, yəni onların olduqları vəziyyət, onların özlərinin istədiyi vəziyyətdir. Yəni insan nəyi istəyirsə, o vəziyyətdə də olur. Yəni Allah Teala heç bir insana məcburi olaraq hidayət vermir. Çünki Allah Teala insanlara məcburi hidayət versə, sabah qiyamət gün gələndə insanlar deyəcəklər ki, məsələn, ya Rabbi, mənim günahım nə idi ki, məsələn, ona hidayət verdin, oldu, məsələn, Muhammed oldu və Əhməd oldu və məsələn, Əli oldu. Mənə hidayət verdin, mən İvan oldum. Yəni mənim günahım nə idi? Əgər məcburi hidayət versə, insan istəməlidir. Onu yol Allah Teala qayda qoyub. İnsan istəməsə, Allah Teala ona hidayət vermir. Addım atmaq. Hər kim olur olsun. Hətta Peyğəmbərimizin ən yaxın adamları belə istəmədilər də, Allah Teala hidayət vermədi. Peyğəmbərin xətrinə hidayət verə bilərdi. Məcburi, amma vermədi. Çünki bu Allahın yaradılış prinsiplərindən biridir. Ki, hidayəti istəyənə verir. Baxın, məsələn, ki, Nuh aleyhissalam və Lut aleyhissalam. Allahın möhtəşəm peyğəmbərlərdən idi. Yəni, onların ulul əzm, məsələn, Nuh aleyhissalam, ulul əzm, yəni əzm sahibi peyğəmbər idi. Amma yoldaşı iman gətirmirdi. Peyğəmbərin yoldaşı iman gətirmirdi. Allah Teala niyə ona məcburi vermirdi hidayəti? Çünki onun yoldaşı istəmirdi hidayəti. İnsan nə vaxt ki, azmağı seçir, Allah Teala onun qabağına mane qoymur. İnsan nə vaxt ki, hidayətsiz, Allah Teala onun qabağına mane qoymur. Azmaq istəyənə azmağı asanlaşdırır, hidayəti istəyənə hidayəti asanlaşdırır. Məsələn, Allah Teala buyurur ki, فَلَمَّا زَاغُوا أَزَاغَ اللّٰهُ قُلُوبَهُمْ. O zaman ki, onlar azdılar, Allah da onların qəlblərini azdırdı. Yəni, onlar istədilər, azdılar. Və başqa bir ayda Allah Teala buyurur ki, Allah bu kitab hidayət olması bir kitabdır. Kim ona tabi olsa, Allah ona hidayət edər. Yəni, Allah Teala bağlayır şərti ki, sən bu hidayətə istəsən, hidayətə gəlsən, sənə hidayət veriləcək. Ona görə bu bir qaydadır və insanlar bilməlidirlər ki, onun qəlbinin təmizliyi də, onun əməllərinin gözəlliyi də, bütün dəyərləri hamısı onun Allaha olan təslimiyyətindən irəli gəlir. Yəni, insan onu istəməlidir. Məsələn, biz namaz qılırıq. Hər namazımızda nə üçün sual oluna bilər ki, siz daha hidayət olunmuşsunuz, məsələn, haqqı tapmışsınız da, belə deyək, namaz qılırsınız. Amma nə üçün hər namazda Fatihə surəsində ehdinə sıratal müstəqim oxuyursunuz? Yəni, deyir ki, ya Rabbi, bizi doğru yola yönəlt. Sıratal müstəqimə yönəlt. Hər namazda, hər Fatihə surəsində biz bunu niyə deməliyik? Gün yılan neçə dəfə olur da. Çünki bu istəyin təzələnməsidir. Bu Allaha yalvarışdır. Ki, ya Rabbi, məni bu yoldan saptırma, mənə kömək elə, mənə yardım elə ki, mən bu yolu gedə bilim. Yəni, demək, istək mütləqdir. Yəni, insan istəməsə, Allah ona məcbur verən deyil. Yəni, sən qəlbin təmiz olur, nə olur olsun. Yəni, məsələn, Allah günahlarını bağışlasın, məsələn, Coşqun müəllimin qeyd etdiyi insan, baxın, illər boyu pis əməl sahibi olsa belə, amma o istəyib, onu izah edəndə, ona başa salanda o istəyib onu. İstədiyinə görə Allahdan onu hidayət edir. Hətta son məqamda görürsən, onu müvəffəq də edib ki, o kəlmə-i şəhadətini söyləyib. Bəlkə də çətin olub, böyük ehtimalla ki, bu əməlindən çəkilmək də Allah üçün. Əlbəttə, yəni o böyük bir cihad tələb edir insana ki, öz nəfsinə qalib gəlsin o insan. Amma o ki, qaldı dünya məsələsinə gəldikdə, insanlar, ümumiyyətlə, yəni ərəb dilini bilən insanlar bilirlər ki, dünya sözünün mənası nə deməkdir? Dünya həyatı ki, biz deyirik. Dünya sözünün mənası aşağı deməkdir, alçaq deməkdir. Dəni məna, yəni ki, aşağı, alçaq, dəyərsiz, qiymətsiz. Sözcük qüvvət iblislə Adəmə enin, orada o mənadadır, belə Quranda da. Yəni ki, əl-həyatü dünya, yəni aşağıdır, yəni ki, dəyəri olmayan bir dünya.
Bu nəyə görədir? Çünki bundan dəyərlisi var. Bunu dəyişməyə dəyərmi? Yəni bu Allah da bunu adım belə qoyub ki, yəni bu dəyərsiz dünyadır. Dəyərsiz həyatdır. Yəni necə dəyərsiz? Buna görə çalışmağa dəyməz. Buna görə müharibə etməyə, buna görə vuruşmağa, savaşmağa, nə bilim, qan tökməyə, buna görə küsməyə, ədavət göstərməyə dəyməz. Əsl həyat axirət həyatıdır. Görürsünüz, əxira. Yəni sonluq, nəticə. Ona görə insan bilməlidir ki, bu dünya fani bir dünyadır. Necə ki, deyirlər, məsələn, 3 günlük dünya və 5 günlük dünyadır. 5 çoxdur. Elədir. 3 günlük əslində. Dünən, bugün və sabah və salam. Reallıq da bunu göstərir. Çoxu qayğı, problem, əksəriyyət odur da, yəni dünyada. Yəni ona görə insan, yəni hər bir insan dərk etməlidir ki, yəni insanın varlığı, insanın belə gözəlliyi onun qəlbindədir. Şübhəsiz ki. Qəlb ağacın köküdür. Ağacın köküdür. Kök sağlam olsa, əməllər də sağlam olacaq. Meyvəsi saf olacaq, qurd olmayacaq, çürük olmayacaq. Qəlb xarab olsa, onun meyvəsi də zay olacaq, qurd basacaq, töküləcək, çiçəyindən tozlanma olmayacaq və s. və s. Ona görə insan çalışmalıdır ki, kökünü saf eləsin. Yəni qəlbin təmiz etməklə qəlb təmizlənmir. Əməllər qəlbi təmizləyir. Məsələn, ola bilər, məsəl üçün, namaz qılır illərdir, amma paxıldır. Paxıllığını müalicə etməlidir. Ola bilər, məsəl üçün, ki, həsədi var. Nə olsun namaz qılır, 20 ildir. Öz üzərində işləməlidir. Yəni, bu qəlbin əməlləri və xəstəlikləri var. İnsan onu da hətta təmizləməlidir. Yəni, qəlbini təmiz etməklə qəlb təmiz olmaz. Bu da mümkündür, düzdürmü? Bəli, şübhəsiz ki, əlbəttə mümkündür. Üzərində işləsə. Şübhəsiz ki, mümkündür. Yəni, Allah Teala zaten Quran-Kərim ayələrini kimə nazil edib? Bir hissəsini kafirlərə, yəni iman gətirməyənlərə müraciət edibsə, bir hissəsində iman əhlinə müraciət edib. Yəni, ey insanlar deyə müraciətlər var. Ya əyyuhəllədinə əmənu, ey iman gətirənlər deyə ayələr var. Yəni, bu ümumi insanlara, iman gətirməyən insanlara xüsusən müraciətdir. O birisi də iman gətirənlərə müraciətdir. Və iman gətirənlərə müraciətlərin içində nə qədər qınaqlar var? Yəni, onlar zaten müsəlmanların tərbiyələnməsi üçündür. Ki, yəni, ola bilər müsəlmandır, amma o xəstəlikləri... Daha da kamil olsun da belə. Bəli, ona görə insanın əməlləri onun üçün nədir? Qəlbin aynası əməldir. Yəni, onu insan öz əməllərini təmizə paklığa çıxartmalıdır ki, onun kökü də sağlam olsun. Yəni, ağacı götürsək, məsələn, tutaq ki, ağac əgər kök sağlamdır və qol-budaq atır ağac. Amma bəzən budaqları kəsmək də lazımdır. Budağı kəsməlisən ki, ağac çox qol-budaq atıb, çatlamasın, sınmasın, nə bilim, meyvəsi kiçilməsin. Yəni, bunlar hamısı şərtdir. Yəni, ona görə yəni, dinimiz bizə elə tərbiyə, elə əxlaq öyrədib ki, yəni, o ən gözəl, ən mükəmməldir və bizim əxlaq haqqında da yəni, söhbətlərimiz olmuşdur. Yəni, bunlar hamısı önəmlidir və əxlaq yəni, başlayır hardan? İnsanın Rəbbi ilə olan əxlaqdan. Ona görə insan, yəni, mən beləyəm deyib getməli deyil və ya qulaq ardına vurub Allahın o istəyini, Allahın o göndərdiyi risaləti qulaq ardına vurub getməyi düzgün deyil. Bu ədəbsizlikdir Allah'a qarşı. Yəni, necə ki, yəni, belə deyək də, əgər bir insan, məsələn, övladınız, yəni ki, sizin münasibətini məsələn götürəndə, məsələn, övlada, məsələn, 100 dəfə sən övlada çağırsan, sənə cavab verməsən, necə təsir edər sənə? Əlbəttə. Yəni, insanı yarar, insan qəlbində ki, yəni, bu uşaq mənə eşitmir. Yəni, mən bunu böyütmüşəm, əziyyət çəkmişəm, və s. və s. Halbuq ki, valideyn ən yaxşısını çalışır eləmək üçün övladı üçün. Yəni, Rəbbimiz bizi Quran-ı Kərimdə nə qədər əməllərə çağırır, amma biz cavab vermirik. O Rəbb insanı necə razı qala bilər? Yəni, ona görə bu, Allaha qarşı olan ən böyük ədəbsizlik, Allahın əmr etdiklərini qulaq ardına vurmaqdır ki, yəni bunu hər kəs öz, yəni belə deyək də, həyatında tətbiq etməlidir ki, hidayət yolunu tapsın. Allah razı olsun qardaşım, dəyərli məlumatlar üçün. Həqiqətən düşündürücüdür, ibrət alan üçün ibrətlidir. Əlhəmdülillah. Ağalı qardaş, sizə də bir sual vermək istəyirəm mövzu ətrafında. Məsələn, qərb ölkələrinə baxanda mən izləyirəm, məsələn, İslamı qəbulləyənlər çoxdur. Çox hissəsi də xanımlardır. İndi o mövzunu da dəyərli qonaqlarımıza sual verirəm. Və onlar görürsünüz ki, yəni səbəb kimi, səbəblərdən də biri. Təbii ki, birinci Allahdan istəməliyik. İndi onlar əvvəl qeyri-din, başqa dinlərdə olurlar, yaxud dinsiz olurlar. Araşdırırlar. Elələri var ki, bütün dinləri araşdırır bacardığı səviyyədə və sonda elə bil ki, o araşdırma nəticəsində İslama gəlir
və sonra daha da elmli, yəni təhqiq edən bir müsəlman olur, hətta dəvətçi olur sonra. Yəni bu da bir səbəbdir. Yəni bizdə biraz zəifdir, hiss olunur. Yəni var, amma o təfəkkürləmək, araşdırmaq, bir analitika aparmaq, bu nədir, dinlər hansı doğrudur? Yəni bu da bir səbəbdirmi və buna təşviq edərdinizmi? Yəni bu haqqda da istərdim bir qısa məlumat verərdiniz izləyicilərə. Mən də ən birinci qonaqları salamlayıram. Assalamu aleykum deyirəm. Sənin üçün izləyiciləri və sizə təşəkkür edirəm bir daha. Məsələ bəli, həqiqətən çox önəmli bir məsələdir. İnsanın həyatını dəyişən bir məsələdir ki, insan seçim etsin və bu seçimdə doğru olsun. Allah Subhanahu taala Qurani-Kərimdə buyurur ki: "Ellezine cahadu fina lenehdiyennahum subulana." O kəslər ki, bizə tərəf can atır, biz onları doğru yola yönəldirik. Demək, insan qərbdədir, Avropada yaşayır, tamamilə İslam mədəniyyətindən uzaq bir yerdə. Amma görürsən ki, başlayır ibadətə, elə başlayır ki, kökü, ənənəsi İslama dayanan insandan daha möhkəm yapışır İslama. İstəyir qadın olsun, istəyir kişi olsun. Hətta tanınmış belə ulduz səviyyəsində olan insanlar olub ki, sonra İslama gəliblər və İslama belə deyək də, həqiqətən də sahib çıxanlardan olublar. Buna misal çəkmək olar məşhur boksçu Məhəmməd Əli, Allah rəhmət eləsin. Bəli, amin. Yəni necə məsələn özünü izzətli sayırdı İslamla. Və həmişə də var. Niyə görə? Çünki onlar İslamı axtardılar. Axtardılar və insafla Allahın dinini araşdırdılar. Və ona görə də Allah Taala hidayəti harda olurlarsa olsun onlara verdilər. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sevimli əmisi olan Əbu Talib evinin içində dəvət edirdi və onu çox sevirdi. Çünki ona qayğıkeş olmuşdu, həm əmi olaraq, həm də ona himayədar olmuşdu atası-anası dünyasını dəyişəndən sonra. Dəvət edir. Hətta ölüm yatağında gəlir dayanır yanında, deyir ki, əmican, denən la ilahə illallah. Denən la ilahə illallah. Sənin üçün bu kəlməyə görə qiyamət günü şəfaətçi olun. Demək istəyir, yanında Əbu Cəhilgil olur. Məkkənin böyükləri gəlirlər, kafirlər, müşriklər. Deyirlər ki, Əbu Talib, ata-babanın dinindən mi çönəsən? Və Peyğəmbər sallallahu əleyhi və səlləm bir tərəfdən təbliğ eləyir, müşriklər bir tərəfdən onu saxlamaq istəyirlər. O da deyir ki, bəl ələ milləti əbi. Deyir ki, yoxdur, mən ata-babamın dilində, onunla da dünyasını dəyişir. Allah Rasulunun evində, müsəlmanlara və İslama dayaq olan bir qədər yaxın. Amma niyə görə? Onun qarşısına alan səbəblər var idi. Çünki səmimiyyət yox idi Allahla arasında. Müşriklik dinin, adətlərini daha üstün tuturdu. Ancaq Allah Taala İranda Salman Farsiyə hidayət verdi. Məcuslərin içində, xaçpərəstlərin içində axtar-axtar, araşdır-araşdır, bu rahibdən o rahibə, o rahibdən bu rahibə. Onun həyatını danışmaq mövzumuz deyil, amma həyatı barədə internetdə dərslər var, mövzələr var, qulaq asın. Çox maraqlı bir həyat görərsiniz. Və gəlir hidayət olur. Və Allah Subhanahu taala ayə nazil edib bu barədə. İnnəkə la tehdi men ahbab, velakin Allah yehdi men yasha. Sən sevdiyinə hidayət verən deyilsən. Ey Rasulum, lakin Allah Taaladır ki, istədiyinə hidayət verir. Yəni sən Əbu Talibin hidayətini istəyirsən, mən Salman Farsinin hidayətini istəyirəm. Niyə görə? Axtarırdı. Və həmin bu günlər sizin vurğuladığınız o qərbdəki insanlar ki, bu günləri İslama dəstə-dəstə üst tuturlar, toplum və İslama gələndə də görürsən ki, qadınlar enli geniş boluş paltarlar geyinir. Hazır hicabda gəlir. Ənənəvi İslamı yaşayan insan görürsən ki, geyinir dar şalvarla, dar köynəklə, nə bilim, makyaj istifadə edir üzündə, gözündə. Çünki adətdir. Adət. Amma sizin dediyiniz insana araşdıraraq gəlirlər. Elmi formada. Araşdıraraq gəlirlər. Artıq onlara haqq dəvət çatandan sonra onlar tam qəlblərin, qulaqların, gözlərin açırlar ona və Allah Taala onu hopdurur onların qəlbini. Baxın, Qurani-Kərimdə ayə var, Allah Taala buyurur ki: وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَهُ إِنَّا جَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِنْ تَدْعُهُمْ إِلَى الْهُدَى فَلَنْ يَهْتَدُوا إِذًا أَبَدًا. O kəsdən daha zalim kim ola bilər ki, Allahın ayətləri ona xatırlandığı zaman üst çevirsin və əli ilə etdiyi günahları unutsun. Beləcə biz onların qəlblərinə möhür, qulaqlarına isə tıxac vurmuşuq ki, onlar anlamasınlar. Üz döndərdiklərindən dolayı. Sonra buyurur ki, hətta sən belə onları hidayətə çağırsan, onlar hidayət olan deyirlər. Niyə görə? Təhlükəli. İnad göstər. Adam inad göstər. İnad göstər. Adam inad göstər, gəlmək istəmir. Və ondan daha zalim kim ola bilər? Allah Taala deyir. Yəni Allahın ayətləri xatırlanır, adam üz döndər. Üz döndərdiyinə görə də Allah Taala onun qəlbini möhürləyir. Allah Taala ədalətlidir. Ona görə başqa yerdə Qurani-Kərimdə buyurur ki: "Bəllə kəlrana ala qulubihim ma kanu yeksibun."
Xeyr, əlbəttə ki, onlar etdiyi günahlardan dolayı onların qəlbinə möhür vurulmuşdur. Etdiyi günahlardan dolayı. Ona görə günahlardır ki, insanın qəlbini bağlayır. Günahlar ki, hidayət nurunu oraya girməyə qoymur. İnatkarlıqdır, mübahisə eləməyi sevməkdir. Hər şeydə bir səhv axtarmağa çalışmaq. Hətta namaz qılan insan da, görürsən bu adam namaz qılır, cümiyə gəlir falan. Amma görürsən ki, nə isə həmişə şübhələrdədir. Həmişə nə isə axtarır. Amma sizin dediyiniz kimi o insanların ki, hidayətə gəlməyi, onlar belə deyək də, tam neytral bir formada İslam'a baxırlar. Və axtarırlar, araşdırırlar və insafla baxdıqlarına görə Allah Teala hidayətə onların nuru göstərir. İslam dini çox gözəl dindir. İslam dini əzəmətli dindir. İslam dinindən bir ayəyə, istənilən Quran-ı Kərimdən bir ayəyə insan hidayət axtarışında olaraq baxarsa, ola bilməz ki, onun qəlbinə hidayət nuru girməz. Sadəcə ata-baba yolun, adət-ənənə, bu günə qədər gördüyün xurafat, mühümmatçılığı arxa plana qoymaq lazımdır. Ədalətlə axtarmaq lazımdır. Və idə qilə ləhum ittəbi'u mə ənzəlallah qalu bəl nəttəbi'u mə əlfeynə aleyhi əbəənə. Onlara deyildikdə ki, Allahın nazil etdiyinə tabi olun. Onlar dedilər ki, xeyr, biz ata-babalarımızı nəyin üzərində görmüşüksə, onunla da gedəcək. Əvvələv kənə əbəuhum lə yəqilunə şeyən və lə yəhtədun. Əgər deyil, onların ata-babası ağılsız və hidayət yolunda olublarsa, yenidən onlara tabi olacaqlar. İndi ata-baba ola bilsin, elə bir dövrdə olub ki, müstəmləkə vaxtında olub, ateizmin təbliğ olan bir vaxtında olub, bağçadan qocalana qədər xurafat, mühümmatçılıq və yaxud da ateizm təbliğ olunub, sən onun yolu ilə niyə geçsən ki? Heç olmasa ata-baba geçsə, biraz geriyə qayıt, yine yəni sağlam vaxtı yaşayan ata-babanın yolu ilə ged, hansı ki, onlar da Allah və Peyğəmbərin yolu ilə gediblər. Bəli, bunu da bir analizlə də, yəni ola bilər ki, hər şey ata-babadan gələn düz. Əlbəttə, yəni ata-baba, Allah Teala bizə demir ki, ata-babaya tabi olun. Allah Teala ki, Allahın nazil etdiyinə tabi olun. Allahın göndərdiyi elçiyə tabi olun ki, qurtuluşa yetəsiniz. Bu qədər. Allah razı olsun, qardaş. Bir də elə bu mövzudan çıxmışkən, yəni bir hissəsi olaraq bu xanımların haqqı qəbul eləməsinə bir toxunmaq istəyərdim. Çünki bu İslami kanallara mən belə deyə də baxanda, şərhlərə də bəzən baxıram. Görürəm ki, çox nisbət azdır. Yəni xanımların belə deyək də İslama marağı, meyli yaxud belə çox kişilərlə nisbətdə azdır. Hələ ki, bəylərdə daha çox alıb. Xanımlarda azalıb. Sosial dəyərləndirmələrdə də göstərilir ki, küçədəki müsahibələrdə falan. Belə çox təəssüf bizdə də belə qərbdə sanki əksinədir. Xanımlar daha çox meyl edir. Məsələn, burada düzdür, səbəblərdən bəlkə də biri ola bilər ki, məsələn, xanımlar biraz sınaq, böyük sınaq kimi görürlər ki, mən gözəlliyimi örtəcəmmi, yəni çətin gəlirdi ona. Mən üzr istəyirəm, lakdan imtina eləməliyəm, makiyajdan imtina eləməliyəm, nə bilim, gözəl geyimlərdən imtina eləməliyəm. Bu da biraz ağır gəlir. Amma düzdür, mən indi bu sualı dəyərli qonağımıza verim. Bu haqda nə deyə bilərsiniz? Xanımlar üçün nə tövsiyə edə bilərsiniz? Hətta bu sual gəlmişkən bir şey deyim. Qərbdə, Amerikada səhvləmirsə bir xanım İslamı qəbul edirsə demişdi ki, mən saatlarla güzgünün qabağında bəzənməkdən azad oldum. Subhanallah. Çünki həqiqətən xanımlar belə ifrat vaxt keçirirlər o bəzənməyinə. Bizim atmağa gedəndə də bəzən. Halbuki hicabı geyinəndən sonra nə saçı bəzətmək lazımdır, heç makiyaj da o qədər ehtiyac yoxdur. Mən xanımlara nə tövsiyə eləyərdiniz ki, bu da yəni bir hissəsidir bizim mövzunun. Yəni onlar niyə görə biraz zəifdirlər bu məsələdə, biraz passivdirlər. Yəni düzdür, bəzən qorxurlar, indi şeytan vəsvəsə eləyir, yəni padruqalar, rəfiqələr ki, gözəlliyimi örtərəm falan. Bəzən yaşlı xanımlar da gənc xanımlara müdaxilə eləyir ki, hələ cavansan. Halbuki cavan vaxtı lazımdır ona. Zəhmət olmasa bu haqda da bir tövsiyələrinizi verərdiniz. Həqiqətən də mən də şahid olmuşam. Yəni qərb ölkələrində olan xanımlar daha çox İslama rəğbətlidirlər. Və bunların əsas səbəbi, yəni onlar o həyatdan bezmələridir. Yəni onlar həqiqətən də həyatlarından yəni beziblər. Çünki onlar orada belə deyək, kişilərdən özlərinə qadın münasibəti görmürlər. Yəni qadın kimi özlərini hiss edə bilmirlər. Və bəzən yəni onlar bu səbəblərə görə artıq araşdırmağa başlayırlar. Yəni baxırlar İslamın qadına verdiyi dəyəri, qadının İslamda üstünlüyü, İslamın anaya verdiyi dəyərə baxırlar. Ya bu onları fərəhləndirir. Çünki onlar nə evlərində atalarından analarına qarşı elə münasibət görüblər, nə qardaşlarından özlərinə qarşı elə münasibət görüblər. Və İslamda böyük bir hörməti gördükləri üçün yəni İslamı araşdırmağa başlayırlar. Hətta mən xatırlayıram, yəni təqribən 7-8 il bundan öncə İordaniyada
Bir Alman xanım İslamı qəbul etmişdi və Yordaniyaya gəlmişdi, orada yaşayırdı və orada həqiqətən yəni maddi durumu çox çətin idi, həddindən artıq. Osman. Bəli, Osman. Və Almaniya dövləti də bunlara yardım edə bilər. Yəni əgər müraciət eləsələr səfirliyə, bunlara yardım edə bilər. Dedim ki, bəs gedin ora müraciət eləyin, yəni onlar sizə yardım etsinlər də. Və bir-iki nəfərdən məsləhətləşdim. Dedilər, həqiqətən də orada yardım edirlər. Və ona dedik ki, bəs gedin oradan istəyin, qəbul etmədi. Dedim, mən oranın heç nəyini istəmirəm. Heç bir şeyini istəmirəm. Qəpiyim belə onların 5 uşaqla. 5 uşaqla. Qəpiyim belə 5-6 təqriban yadımdan çıxıb. Demək, onların bir qəpiyin belə Bu istəmirəm. fərqi onların 200-ün sonra başa düşüb də belə İslamdan qəbul. O qədər o cəmiyyətdən Sosial yardımlardan hamısını imtina edir. Yəni asan bir şeydir yəni. o qədər o cəmiyyətdən iyrənirdi. Yəni o cəmiyyət ona mənfi düşüncələr belə təlqin etmişdi, bezmişdi o Çünki orada cəmiyyətdən. yaşayıb bax, iş üzüm bilir. Üzr istəyirəm, Coşman Ömər ibn Xəttabın bir sözü var, deyir, mən cahiliyyəti görüb İslam'a gələnlər üçün qorxmuram. Mən cahiliyyəti görməyib İslamda böyüyənlər üçün qorxuram. Tamam, fərqi bilər. Əlbəttə, yəni cahiliyyəti görən insan indi o həmin o qadının timsalında, yəni bu bariz görsənir də ki, o artıq o çirkabı görüb, bilir, o dərk eləyir onu. Ona görə o başqasını seçməz heç vaxt. Ancaq İslamdan yapışır iki əllə. Amma bilməyən bizim necə ki, bir çox insanlar cəmiyyətimizdə onlar həqiqətini bilmirlər cahilliyin. Yəni ki, belə deyək də, elə bilər ki, müsəlmandır, amma əslində müsəlman kimi də yaşamayıblar. Belə baxın ki, İslamın əxlaqı ilə, ədəbi ilə yaşamayıblar. Amma yenə də görsən, meyillərini salırlar o cür şeylərə. Üzr istəyirəm Coşqun müəllim. Sadəcə yerində olduğuna görə bir müdaxilə etməyə məcbur oldu. Çox sağ olun, minnətdaram. Yəni həqiqətən qadın, yəni dəyər görərsə, kişilər tərəfindən, ata tərəfindən, yəni onlardan yaxşı nəticə almaq olar. Yəni bizim cəmiyyətdə də yəni qadınlara gözəl münasibət olarsa, istər ata tərəfindən, istər həyat yoldaşı tərəfindən. Məsələn, baxırıq bizim cəmiyyətdə bəzi qadınlar ərə getdikdən sonra atalarını tərk edirlər, atalarından, analarından uzaqlaşırlar və təcrübədən, yəni belə deyək də, bilirik ki, bunların əsas səbəbi deyir ki, atam mənə sevgi verməyib. Atam mənə öz qızı kimi rəftar eləməyib. Sanki atamı belə kobud bir insan kimi görmüşəm evdə. Acı sözlü, kobud, qaba bir insan kimi görmüşəm. Və ona görə də bəzən qadın, belə deyək, bəzi insanlar tərəfindən aldadırlar. Çünki zahiri sevgi görürlər, zahiri rəğbət görürlər. Yəni bəzən aldanırlar. Ona görə də yəni qadınlara xüsusi diqqət etmək lazımdır. Qadınlara İslamı gözəl şəkildə anlatmaq lazımdır. İslamın gözəlliklərini onlara bildirmək lazımdır və İslamın qadınlara hansı dəyərləri verdiyini onlara gözəl şəkildə çatdırmaq lazımdır və yaxşı nəticə alarıq inşallah. Allah razı olsun, çox gözəl. Son olaraq bir qısa siz də deyərdiniz inşallah bu haqda nə tövsiyələr verə bilərsiniz. Allah razı olsun. Həqiqətən təbii ki, bu mövzu çox önəmli mövzudur. Amma təbii İslam dini qadınlara çox böyük dəyər verib. Necə ki, Quran-Kərimdə Qadınlar surəsi var və təbii İslamdan qabaq qadınla çox pis rəftar edərdilər. İslam gəldi, o qaydaları təyin etdi və qadını ucaltdı, izzətləndirdi və rəftarlar qoydu. Həqiqətən İslama kim əməl edərsə, hətta xoşbəxt olar. Öz həyat yoldaşı ilə, öz anası ilə, öz bacısı ilə və s. yəni münasibətləri düzələr. Misal üçün Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, yəni insan öz həyat yoldaşına qarşı münasibəti buyurur ki, kərihə minhu xuluqan, radiyə minhu xuluqan axar. Əgər sən öz həyat yoldaşında xoşa gəlməyən bir şey görsən, deyir, onun xoşa gələn tərəflərinə bax. Təbii ki, biz insanıq, hamımızda bir mənfi cəhətlər var və yəni, istər qadınlar, istər kişilər. İnsan xoşa gələn tərəfə baxsa, xoşbəxt olar. Yəni, bu İslam ona toxunub. Və axır olaraq istəyirəm, Azad müəllim, əgər icazə versəydiniz. Əlbəttə ki. Bu, ümumən insanların haqqa gəlişi barəsində bir iki fayda da deyim. Onunla da yekunlaşdırım. Deməli, bax, bir hədisdə Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, Allah Azza və Cəllə qiyamət günü bir kişini gətirəcək və deyəcək ki, o kişi cəhənnəm əhlindən olur və deyəcək ki, mən əgər bütün dünyanı sənə versəydim, cəhənnəmdən qurtarmaq üçün bütün dünyanı fidyə verərdimmi? Yəni, bütün dünyanı sədəqə verərdimmi? Ki, yəni, özünü əzabdan, oddan qutarasan. O deyir ki, bəli, verərdim. Allah Teala ona deyəcək ki, sən yalan danışırsan. Sən yalan danışırsan. Mən dünyada ikən sənə bundan azını istəmişdim. Yəni, çox azını istəmişdim. Və həmçinin mən həm cavanlara, həm yəni, bu dini, o xoşbəxtçiliyi şəhvətlərə dəyişənlərə bir şey demək istəyərdim ki,
Və dinə gələndən sonra insan o şəhvətləri hətta ən gözəl şəkildə dadır. Ən gözəl şəkildə olur. Misal üçün, bax, nədir bu dünyanın ləzzəti? Yatmaqdır, yatmaq ölməkdir. İnsan bilmir, yatsa duracaq, yoxsa yox. Yemək içməkdir, hər yemək içməkdən sonra əziyyət var. Yəni, bilirik ki, yəni, əziyyət var. Hətta orada böyük təfsilatlar var. Yəni, insan nə yeyəndə necə olur, nətər olur. Yəni ki, istəmirəm o tərəflərə gedəm. Və istər yaxınlıq etməkdir. Hətta bundan belə insan axırda nə olur? Yəni, pis olur. Yəni, hətta xüsusən haramda olanda xüsusən pis olur. Bunu nə qədər insanlar danışırlar. Və sonra gəzməkdir. Və onun da axırı yorğunçuluqdur. İnsan gedir, gəzir, axırda yenə yorğunçuluq. Yəni, bu qədər, baxırsan ki, yəni, bu qədər... Gedəndə sevinir, bir də gələndə. Bir gedəndə sevinir, qaydalı. Əzabdır da bu. Yəni, bu qədər şeylərə həqiqətən dəyməz ki, insan, yəni, dinini, əbədi həyatı, əbədi xoşbəxtlik. Həm, bax, yəni, müqabildə, baxın, cənnətdə necədir? Cənnət əhli, yəni, üzr istəyirəm, ayaq yoluna getməyəcək. Onun tərlə çıxacaq. O tər onlar üçün ətir olacaq. Necə ki, bu hədislərdə gəlib, bu Quranda gəlib, yəni bu vaxtda ayələr var. Və həmçinin onların yeməyi ən gözəl şəkildə olacaq. Və onların gəzməyi ən gözəl şəkildə olacaq. Onların istirahəti ən gözəl. Onların yatmağı belə olmayacaq. Yəni ki, onlar o yatmaq, o yorğunçuluq olmayacaq. Yəni onlar yatmaq insanın eləyir, yəni öldürür təbii ki. Yəni hətta o kamil yəni həyat sahibi olacaq insan. Və Allah Taala'dan istəyirəm ki, millətimizi yəni islah eləsin, yəni hidayət yoluna qaytarsın. İslamla bizi izzətləndirsin, Quranla. Allah bir daha da olsun. Sizdən razı olsun. Allah hər birinizdən razı olsun. Təşkilatçılardan Allah razı olsun. Allah faydalı eləsin. Siz də çox sağ olun. Dəyərli izləyicilər, həqiqətən çox mühüm mövzulardan birini müzakirə etdik. İnşallah ki, faydalı olar. İnşallah ki, bu haqda təfəkkür edərsiniz. Yenə inşallah Allah nəsibləsə davamı olacaq. Salamu aleykum və rəhmətullah.